Salam əziz izləyicilər, mən şairə İsmirə Günəş, hal-hazırda Qusarın Cibir kəndindəyəm. Qusarın Cibir kəndinin qəhrəman oğullarından Rafiq bəy Verdiyevin ailəsinin ziyarətindəyəm. Bu ocağa gəlişimiz səbəbsiz deyil. Bugün qəhrəman şəhidimizin şəhadətə ucaldığı gündən tam 5 il keçir. Zəfəri bizə yaşadan oğullardan birinə çevrildi Rafiq. Bu ocaqda iki qardaş, bir bacı olaraq böyüyürdülər. O şəhid olanda hələ ata ocağında vağzal sədası çalınmamışdı. Bacısı nişanlı idi. Ona söz vermişdi ki, gözləyin, mən özüm gələndə toyunu böyük eləyəcəm. Ancaq nə bacısının, nə də qardaşının toyunu görmək qəhrəmanımıza qismət olmadı. Hal-hazırda qəhrəmanımızın bacısı ailəli olsa da, qardaşı subaydı. Yanında onun ailə üzvləri dayanıb. Anası, atası, qardaş dərdi ilə günlərini ötürən bacısı və özündən sonra ata ocağının çırağını yandıran qardaşı. Allah sizlərə səbir versin, dözüm versin, güc, qüvvət versin. Yarım qalan arzularınızı digər övladlarımızdan tamamlayasınız inşallah. Və istəyərdim ki, ilk öncə anamızın ürəyindən keçənlər varsa, nəsə demək istəyirsə, onu eşidək. Bismillahirrahmanirrahim. Deməyə çox söz var. Demək, dilim gəlmir. Allah sizə səbir versin. Möhkəm olun ki, yaşadasınız. Çox sağ ol Cəzmir. Bütün şəhidlərə Allah rəhmət eləsin. Başlarına uşağını alın. Həmişə vətənə bağlı idi. Çox vətənə bağlı uşaq idi. Deyirdi ki, mən getməliyəm torpaqları almaq üçün. Belə deyirdi əskərlikdən gələndən sonra. Əskərlikdən gələndən sonra 2 il Medak şirkətdə işləyirdi. Allah onlardan da razı olsun. Arif mənim başda olmaqla, Arif mənim başda olmaqla. Hər il zəfər günü bizdən xəbər tutur. Hər il dönü olanda gəlib bizdən xəbər tutur. Ziyarət edir. Allah hamımızdan Allah razı olsun. O qədər yaxşı insanların arasında işləyib ki, mənim oğlum. Bütün böyüklərin hörməti qazanıb. Hörməti qazanıb. Çox sağ olun. Deyirəm, hamımızdan Allah razı olsun. Bizi ziyarət edən sizin ayaqlarınız var olsun, qələminizə yazarlı olsun həmişə. Çox sağ ol Cəzmir xanım, sənin də zəhmətin böyükdür. Gəl deyən kimi gəlmişsiniz. Allah razı olsun sizdən. Sizlərdən də. Və şəhidimizin atasının sözləri varsa... Allah rəhmət eləsin, şəhidlərə, qazilərə də can sağlığı versin. Çox danışan deyil. Allah ömür versin sizə. Bacımızın sözü varsa... Bu 5 ildə öyrəndik ki, şəhidlik fiziki yoxluq deyil, əbədiyyətdə qalan, qəlblərdə yaşayan qəhrəman igidimizdir. Allah şəhidlərimizə rəhmət eləsin. Onunla həmişə fəxr edirəm. Fəxr də etmişəm. Allah sizdən də razı olsun. Çox sağ ol. Təşəkkür edirəm ki, qardaşlığı mənə sən tanıtdın. Əslində biz Qusarda uzun illərdir gəlib gedirəm şəhid ailələrinin çoxsun tədbirində olmuşam. Mama ilə çox tədbirlərdə olmuşuq. Mamanın özü mənim şəhidlərlə bağlı keçirdiyim bütün tədbirlərdə demək olar iştirak edib. Amma sənin sayəndə daha yaxından tanımışam Rafiqi. Və növbəti kitabımın qəhrəmanına çevrilib. İnşallah kitab nəşr olunanda növbəti gəlişim yəqin ki, kitabla olacaq bu qapıya. Və qardaşımızın sözü varsa eşidək. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərə şəfa eləsin. Sizdən də Allah razı olsun. Bəli, əziz izləyicilər, bura Cibir kəndidir. Qusarın qəhrəman oğullar yetişdirən kəndlərindən daha birinin, qəhrəman ocaqlarından daha birinin qonağı olduq. Sabah növbə sizindir. Yolunuz Qusara düşəndə qəhrəmanımız Rafiqin ocağını ziyarət etməyi unutmayın.